Hörmətli müştərilərimiz, mənzilimizin içərisindəyik. Mənzil həqiqətən çox möhtəşəm bir mənzildir. Allah Taala hər kəsə, arzusunda olan hər bir kəsə belə gözəl mənzil qismət eləsin. Bundan gözəllərini də qismət eləsin. Mənzilimizin qonaq otağındayıq. Çox zövqlü bir təmir olub və bahalı materiallardan istifadə olunub. Polu parketdir. Hörmətli müştərilərim, bura Tridentidir. Mənzilin qonaq otağıdır. Pərdəmizdir, çılçırağımızdır. Mənzil öz sahəsi, ümumi sahəsi 110 kvadrat mərtəbə, orta bir mərtəbədədir və dövlət ipotekasına tam yaralı, kupça, texpasport hamısı hazır vəziyyətdədir. Bu gözəl mənzilimiz satışdadır və dəhliz hissəmiz kermoqransiyalar isti döşəmədir. Mətbəxinlə sizə tanış edeyim. Mətbəxin gözəlliyini çək, o operatordan asılı olan bir şeydir. Bu gözəlliyi çək. Mətbəx mebelimiz hamısı quraşdırılıb və eyvan hissəsi. Qabaq Heydər Əliyev prospekti 100 metr, 50 metrdən sonra da Heydər Parkı yerləşir. Tam mərkəzidir, Xırdalanın tam mərkəzidir, 110 kvadrat kupça hazır əldə. Keçək bir tanış edeyim. Dəhlizi çək, dəhliz hissəsində də əlavə işıqlandırılmaları var, hörmətli müştərilərimiz. Yataq otağı, mənzilimizin gözəli yataq otağında da kifayət qədər əlavə işıqlandırılma olub və çılçırağı pərdəsi. Bu gözəl mənzilimiz həqiqətən göz oxşayan bir mənzildir. Və digər yataq otağımız, ikinci belə bir yataq otağı, qanuni 3 otaqdır. Burada da əlavə işıqlandırılmaları var və pərdəsi. Keçək hamam sanuzeli. Əsas giriş hissəmizi çək. Gəl bəri, əsas giriş hissəmiz belə möhtəşəm bir əsas giriş hissəmizdir. Və görürsən girişdə görürsən, tavanda da burada əlavə işıqlandırılmaları var. O da əlavə işıqlandırma nə qədər olanda mənzilimiz o qədər gözəl görsənir. Və girişdə də belə solda güzgüsü yerləşir və sanitar qovşağı. Hamam sanuzeli ayrıdır və hörmətli müştərilər, kermoqransiyalar hamısı isti döşəmədir. Və burada da fikir verin, burada da deməli nədir? İsti polun xəttləridir. Bütün kermoqransiyalar isti poldur. Mənzilimiz 110 kvadrat, 208 min və son deyil, startdır. Real müştərilər təbii ki, yaxşı endirim olacaq. Sağ olun, var olun.